Bilsən, hal-hazırda, yəni biz bu an danışarkən, Amerika Birləşmiş Ştatları, Çin, Rusiya kimi nəhəng dövlətlər çox kiçik bir quru parçası üzərində. Hə, cəmi 45-60 kilometrlik bir yoldur. Yəni maşınla uzağı 1 saata gedərsən. Ay sol, bax o 1 saatlıq yol üzərində səssiz amma çox gərgin bir şahmat oyunu oynayırlar. Söhbət fəaliyyətə başlaması ehtimal olunan Zəngəzur dəhlizindən gedir. Bu qısacaq yol sadəcə qonşu dövlətlərin məsələsi deyil. Bu, qlobal ticarət marşrutlarını, 10 illiklər boyu davam edən münaqişədən sonraki sülhü və böyük güclərin rəqabətini həll edə bilər. Bakı Talks kanalına xoş gəldiniz. Bəli, bugün müzakirə edəcəyimiz mənbələr, yəni 2024-2025-ci illərə aid bu geniş geosiyasi tədqiqat sənədləri göstərir ki, bu kiçik ərazi qlobal güc mərkəzlərinin kəsişdiyi dar bir boğazdır əslində. Düzdür. Və bugünkü dərin müzakirəmizdə bizim missiyamız da elə budur. Biz bu yolun niyə belə qlobal əhəmiyyət daşıdığını, o pərdə arxası iqtisadi və siyasi mexanizmlərin necə işlədiyini dərindən incələyəcəyik. Amma bunun və bu çox vacibdir, məsələnin siyasi baxımdan nə qədər həssas olduğunu bilirik. Çox həssasdır, bəli. Hər kəsin öz həqiqəti var orada. Dəqiq. Ona görə də məqsədimiz hər hansı bir tərəfi tutmaq, kiminsə haqlı və ya haqsız olduğunu sübut etmək deyil. Biz sadəcə o tədqiqat sənədindəki faktları, argumentləri sənə tam obyektiv şəkildə çatdırmağa çalışırıq. Qərarı sən özün verəcəksən. İndi məsələnin kökünə getmək üçün gəl birinci xəritəyə baxaq. Baxaq. Bu dəhliz Azərbaycanın əsas hissəsini Ermənistanın cənubundan, o Sunik vilayətindən keçməklə onun ayrı düşmüş Naxçıvan bölgəsi ilə birləşdirməlidir. Mənim birinci sualım budur ki, ümumiyyətlə niyə xəritə bu gündədir? Niyə Naxçıvan ayrı düşüb? Bax, bu çox maraqlı məqamdır. Çünki bugün baş sındırdığımız bu xəritə əslində 1920-ci illərdə, yəni düz bir əsr əvvəl, Sovyet rəhbərliyi tərəfindən çox, belə deyək də, xüsusi bir məqsədlə cızılıb. İosif Stalinin vaxtında. Yəni təsadüf deyil. Qətiyyən. Sovyetlərin sərhəd çəkmək məntiqi respublikaların, necə deyərlər, təbii, coğrafi və ya tarixi sərhədlərinə uyğun gəlmirdi. Məqsəd idarə etməni asanlaşdırmaq idi, sərhədləri qəsdən elə mürəkkəb, anklavlar, eksklavlarla dolu çəkirdilər ki, heç bir respublika tam müstəqil ola bilməsin, həm, yəni daimi bir aslılıq yaransın. Ay sağ ol, mərkəzi hakimiyyət, yəni Moskva, istəyirdi ki, respublikalar arasında həmişə yüngül bir gərginlik olsun və hər hansı problem çıxanda mütləq şəkildə Moskvaya müraciət etsinlər. Naxçıvanın əsas hissədən ayrı salınması da həmin o parçala və hökmsür siyasətinin fiziki formasıdır. O vaxtlar SSR daxilində bu elə də böyük problem deyildi. Çünki hamı bir ölkə idi də, qatarlar, maşınlar rahat gedib gəlirdi. Hə, daxili xətt idi sadəcə. Amma 1991-ci ildə Sovetlər dağılanda hər şey dəyişdi. O formal xətlər birdən-birə beton beynəlxalq sərhədlərə çevrildi. Sonra da 1-ci Qarabağ müharibəsi başladı. Və bütün yollar bağlandı. Naxçıvan düz 30 ildən çox tam quru blokadasına düşdü. Bax, sənə belə bir misal çəkim. Təsəvvür elə ki, sən öz evindəsən, amma mətbəxdən yataq otağına keçmək üçün hər dəfə qonşunun həyətindən fırlanıb keçməlisən. Özdə münasibətlərin o qədər də hamar olmadığı bir qonşunun həyətindən. Dəqiq. Naxçıvana getmək üçün ya İrandan, ya da Türkiyədən keçmək məcburiyyəti yarandı. Yəni əlavə qaydalar, vergilər, siyasi asıllıq. Amma 2020-ci ildəki müharibədən sonra imzalanan atəşkəs bəyanatında bu nəqliyyat yollarının açılması bəndi salındı. 2023-cü ildən sonra isə hərbi fazalar tam bitdi. Hə, indi artıq hər şey diplomatik masadadır. Silahlar susub, sənədlər danışır. Elədir. İndi gəl keçək bu yoldan bilavasitə təsirlənən yerli oyunçulara. Yəni Azərbaycan, Türkiyə və Ermənistan nə istəyir? Azərbaycanın mövqeyi aydındır, Naxçıvanla birbaşa əlaqə qurmaq, bir də İrandan o tranzit asılılığını kəsmək istəyir. Bəli, həm də regionun əsas logistika mərkəzi olmaq iddiasındadılar. Aha, bəs Türkiyə? Mən bilən Türkiyə üçün bu məsələ çox daha geniş miqyaslıdır, eləmi? Tamamilə. Onlar Naxçıvan və Azərbaycan üzərindən Mərkəzi Asiyaya, yəni o 170 milyonluq Türk Dövlətləri Təşkilatına quru yolu əldə etmək istəyirlər. Vau! Yəni Qazaxıstan, Özbekistan o zəngin resurslara birbaşa çıxış. Ay sağ ol. Hazırda bu əlaqə Gürcüstandan fırlanaraq ya da İran vasitəsilə olur.
Zəngəzur dəhlizi açılsa, türk yük maşınları birbaşa Xəzər dənizinə çıxacaq. Bu, iqtisadi ekspansiya üçün inanılmaz bir qapıdır. Aydın məsələdir. Bəs gələk ən qəliz, ən mürəkkəb tərəfə, Ermənistana. Biz oxuduğumuz sənədlərdən görürük ki, Ermənistan iqtisadiyyatı illərdir qapalı sərhədlərə görə çox əziyyət çəkir. Çox böyük ziyan görürlər, bəli. Məntiq deyir ki, bu yolun açılmasını ən çox Ermənistan istəməlidir. Milyardlarla dollarlıq ticarətə qoşulacaqlar. Amma onlar çox ehtiyatlıdırlar. Niyə? Problem ancaq təhlükəsizlikdir. Təhlükəsizlik böyük faktdır, amma əsas məsələ suverenlikdir. Bax, Azərbaycan deyir ki, mən öz ərazimdən Naxçıvana yük göndərəndə istəyirəm bu ləngimədən, gömrük və sərhəd yoxlaması olmadan keçsin. Yəni Laçın dəhlizindəki kimi köhnə modelə bənzər bir sərbəst hərəkət istəyirlər. Hə, amma Ermənistan buna qəti etiraz edir. Onlar deyir ki, bu mənim suveren ərazimdir. Mənim torpağımdan keçən hər şey mənim qanunlarıma və gömrüyümə tabe olmalıdır. Yəni, bax, təsəvvür elə ki, bir ölkədə sən ictimai tranzit yolu çəkirsən, yoxsa kiminsə mülkiyyətində olan özəl toxunulmaz bir şose. Ermənistan üçün bu dövlət içində dövlət kimi bir qorxu yaradır yəqin ki. Tam olaraq belədir. Digər tərəfdən isə Azərbaycan da deyir ki, biz o yoxlamalara etibar etmirik. Yükləri süni şəkildə saxlaya bilərlər. Yəni tərəflər arasında inam sıfırdır. Heç bir halda bir-birinə güvənmirlər. Və inam sıfır olanda da beynəlxalq güclər o boşluğa doluşmağa başlayır. Əgər məsələ sadəcə qonşularla bitsəydi, bəlkə asan olardı. Amma indi qlobal şahmat taxtasındayıq. Hə, böyük oyunçular səhnəyə daxil olur. Gəl Çindən başlayaq. Bizi dinləyən adam yəqin fikirləşir ki, Çinin o ucqarda, Qafqazdakı 45 kilometrlik yolla nə işi var axı? Amma çox işi var. Bu, məşhur Orta Dəhliz layihəsinin ən həlledici düyünüdür. Çin Avropaya yüklərini necə aparırdı əvvəl? Rusiya üzərindən. Şimal dəhlizi ilə çox rahat idi, amma Ukrayna müharibəsi başladı, sanksiyalar gəldi, o yol oldu problemli. Düzdür, dəniz yolu da yavaşdı və ən əsası ABŞ donanmasının nəzarətindədir. Çinə təcili olaraq Rusiyadan yan keçən Qərbin müdaxilə edə bilməyəcəyi qısa quru yolu lazımdır. Zəngəzur da bunun üçün idealdır. Deməli, Çin üçün bu, qlobal ticarətin qan damarlarından biridir. Yaxşı, bəs Amerika Birləşmiş Ştatları, əgər Çin bu yolu belə çox istəyirsə, məntiqən ABŞ buna qarşı çıxmalıdır da, onlar ən böyük rəqibdilər. Maraqlısı da odur ki, xeyr, Vaşinqton da yolun açılmasını istəyir, amma tamam başqa səbəbə görə. Onların regiondakı əsas hədəfi Çin yox, Rusiya və İrandır. Maraqlıdır. Yəni, ABŞ istəyir ki, Azərbaycanla Türkiyə birbaşa bağlansın, beləcə İranın o tranzit rıçağı əlindən çıxsın. Ay sağ ol. Həm İran təcrid olunsun, həm də Xəzərin, Mərkəzi Asiyanın enerjisi Rusiyadan asılı olmadan birbaşa Avropaya getsin. ABŞ sadəcə istəyir ki, bu yolda qaydaları Qərb müəyyən etsin. Rusiya və ya Çin yox. Bax, elə sən Rusiya dedin, o məsələyə gələk. Məncə, Rusiya burada ən ziddiyyətli vəziyyətdə olan ölkədir. Yəni, sanki şpaqat vəziyyətində qalıb. Hə, vəziyyətləri çox qəlizdir. Bir tərəfdən şimal-cənub dəhlizini istəyirlər, yəni İrana, oradan Hindistana çıxış üçün. Çünki Avropa bazarı onlara bağlıdır. Tamamilə. Amma digər tərəfdən də dəhşətli dərəcədə qorxurlar ki, Azərbaycanla Ermənistan birbaşa, öz də Qərbin vasitəçiliyi ilə razılaşsa, hər iki ölkənin Rusiyadan asılılığı bitəcək. Yəni, İrəvan üzünü tam qərbə çevirəcək, Azərbaycan da tranzitdə daha müstəqil olacaq. Ona görə Rusiya o 2020 bəyanatındakı bənddən yapışıb ki, yola mənim sərhədçilərim, yəni FTSK nəzarət etməlidir. Elədir. İstəyirlər ki, kran onların əlində olsun. Ondadır ki, Rusiyanın Ukraynada başı yaman qarışıb. Orada o qədər resurs xərcləyirlər ki, Qafqazda güc boşluğu yaranıb. Və vasitəçiləri dəyişib artıq. Əvvəl hamı Moskvaya uçurdusa, indi sülh danışıqları üçün ABŞ dövlət katibi Blinkenlə Vaşinqtonda görüşürlər ya da Avropa İttifaqı ilə Brüsseldə. Düzdür. Diplomatiya çox incə bir ipin üzərindədir indi. ABŞ elə bir kağız tapmağa çalışır ki, həm Azərbaycanın o maneəsiz tranzit haqqı təmin olunsun, həm də Ermənistanın suverenliyi pozulmasın. Amma bura həqiqətən çox maraqlılaşır. Çünki stol arxasında razılaşmaq asandır, durub reallıqda bunu etmək çətin. Ermənistan Rusiyanın qanadından altından çıxırsa, Qərbdən zəmanət istəyəcəkdə, düzdür? Təbii ki. Onlar soruşur ki, sabah mənə nəsə olsa məni kim qoruyacaq? Bəs Amerika bu qarantiyanı verə bilər? Axı Konqres oradan minlərlə kilometr uzaqdadır. Onlar gəlib Qafqazda ordu saxlaya bilməzlər.
Hərbi olaraq bəlkə də yox, amma ABŞ-ın yanaşması fərqlidir. Onlar yumşaq güc və iqtisadi zəmanət verirlər. Yəni Ermənistana deyirlər ki, biz bura o qədər qərb investisiyası, beynəlxalq şirkət gətirəcəyik ki, sənə kiminsə hücum etməsi birbaşa Avropanın, Amerikanın iqtisadiyyatına hücum demək olacaq. Hə, başa düşdüm. Yəni pul hardadısa, təhlükəsizlik də ordadır prinsipi. Ay sağ ol, iqtisadi inteqrasiyanın bir qalxan yaradırlar. Yaxşı, gəl lap elə fərz edək ki, sabah sülh müqaviləsi imzalandı. Yəni hər şey əladır, okey, növbəti gün nələr baş verəcək. Biz ancaq siyasətdən danışdıq, amma sənətdəki iqtisadi rəqəmlər adamı şopa salır. Tranzit vergisindən ildə 200-500 milyon dollar qazana bilər. Hələ 10 il ərzində Çindən Avropaya gələn quru yükünün 10-15%-nin buradan keçməyə ehtimalı var. İnanılmaz bir canlanmadır. Amma Bax, həmişə bir amma olur. Nədir problem? biz həmişə geosiyasətə, rəqəmlərə başımızı qatırıq, amma coğrafiyanı unuduruq. O yolun keçəcəyi yer, Araz çayı vadisi, yəni Sunik vilayəti, dəhşətli dərəcədə həssas bir ekosistemdir. Hə, orada nəsli kəsilməkdə olan heyvanlar var, eləmi? Şunları, sürət qatarları üçün sıfırdan böyük infrastruktur qurmalısan, qışda uçqunlar, sürüşmələr. Yəni, sən siyasətçilərlə razılığa gələ bilərsən, amma dağ sürüşməsi ilə necə kompromisə gedəcəksən, o heyvanların yolunu necə kəsəcəksən? Və burada işin içinə beynəlxalq banklar girir. Dünya Bankı kimi qurumlar bu layihəyə pul ayırmamışdan əvvəl 100 dənə ekoloji standart tələb edəcəklər. Çox sərt yoxlamalar olacaq. Bəs onda niyə Çinə vermirlər bu işi? Çin şirkətləri belə şeyləri, necə deyərlər, kəmər və yol çərçivəsində heç bir ekoloji bürokratiyaya baxmadan 5 dəqiqəyə tikib qurtarırlar? Tikirlər, amma sənə elə gəlir ki, Qərb buna icazə verər. ABŞ və Avropa heç vaxt istəməz ki, belə strateji qlobal xəttin tikintisini və fiziki nəzarətini Çin şirkətləri götürsün. Bu onların maraqlarına tam ziddi. Ləngidə bilər. Düz başa düşdüm. Tamamilə. Kağız üzərində sülh olsa belə, o yoldan maşınların keçməsi üçün çox uzun vaxt lazım ola bilər. Aydındır. Biz bugünkü analizimizdə gördük ki, ilk baxışda cəmi 60 kilometrlik sadə bir dağ yolu kimi görünən bu yer, əslində nəhəng bir qlobal düyündür. Çinin ticarəti, ABŞ-ın nəzarəti, Türkiyənin türk dünyasına tarixi qapısı və Rusiyanın əldən vermək istəmədiyi sonuncu rıçağı. Və təbii ki, region xalqları üçün 10 illiklər boyu davam edən münaqişələrdən sonra dinc yanaşı yaşamaq ümidi. Çünki sənədimizin də vurğuladığı kimi, sülh sadəcə kağız parçası deyil, o yolların üzərində qurulacaq real iqtisadi və insani bağlardır. Sənin bu fikrinlə əlaqədar olaraq sona yaxınlaşarkən səndən, yəni bizi dinləyən səndən bir şey düşünməyini istəyirəm. Tarix boyu biz həmişə görmüşük ki, ticarət yolları, boğazlar uğrunda rəqabət həmişə müharibələrə, qan tökülməsinə səbəb olub. Həmişə belə olub, bəli. Bəs görəsən bu Zəngəzur dəhlizində bunun tam əksini görə bilərikmi? Yəni bir-birinə iqtisadi cəhətdən bu qədər möhkəm tellərlə bağlanan, hər gün bir-birinin torpağından milyonlarla dollarlıq mal keçirən dövlətlər üçün gələcəkdə müharibə etmək sadəcə iqtisadi cəhətdən mümkünsüz hala gələ bilərmi? Yəni, ticarət maşınları ən böyük sülh məramlılara çevriləcək. Ay sağ ol, bəlkə də sülhü elə o adi yük maşını sürücüləri qoruyacaq. Bunun üzərində düşünməyə həqiqətən də dəyər. Vaxtını ayırıb bizimlə bu dərin, mürəkkəb, amma bir o qədər də maraqlı müzakirəyə qatıldığın üçün sənə təşəkkür edirik, növbəti dəfəyədək. Özünə yaxşı bax.